Rejim müşahidə quyuları yeraltı suların səviyyəsini, temperaturunu, kimyəvi tərkibini və hərəkət rejimini uzunmüddətli dövrdə izləmək üçün qazılmış xüsusi hidrogeoloji qurğulardır. Bu quyular vasitəsilə tədqiqatlar torpaq və yeraltı suların vəziyyətini nəzarətdə saxlamaq, meliorasiya tədbirlərinin səmərəliliyi və ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədi ilə aparılır. Bütün bunlar isə sonunda torpaqların münbitləşməsinə, bataqlaşmanın və şorlaşmasının qarşısının alınmasına, eləcə də kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasına xidmət edir. Kənd təsərrüfatı üçün xüsusi əhəmiyyət kəsb etməsinə baxmayaraq, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bir çox hallarda rejim müşahidə quyularının qazılması, onların istismarı və mühafizəsi fərdi təsərrüfat sahibləri və fermerlər tərəfindən birmənalı qarşılanmır. Bəzi hallarda onların mühafizəsinə əməl olunmur və istismarına lazımi şərait yaradılmır. Təsərrüfat işləri zamanı laqeydlik nəticəsində quyuların sıradan çıxması həmən quyuların təmirinə və ya yenidən qazılmasına zərurət yaradır. Suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən suvarılan torpaq sahələrində aparılan hidrogeoloji meliorativ tədqiqatların mahiyyətinin, hidrotexniki qurğuların və rejim müşahidə quyularının mühafizəsinin ümumxalq işi olması barədə təsərrüfat sahibləri, həmçinin kənd əhalisi arasında mütəmadi maarifləndirilmə işləri aparılır. Qeyd olunanları və torpaqlarımızın qurunt sularının zərərli təsirlərindən qorunmasının vacibliyini nəzərə alaraq, hər kəsi müşahidə quyularının mühafizəsinə və rejimdə saxlanılmasına dəstək olmağa çağırırıq.